Bismillahirrahmanirrahim. İmam Musa Kazım Aleyhisselam buyurur ki, Allah Teala çox yatan və avaraçılıq edən bəndəni sevməz. Ümumiyyətlə, bu günlərdə gərək biz istifadə eləyək. Xüsusən cümə günlərində, digər əlamətlər günlərində zamanımızı, vaxtımızı yaxşı insanlarla keçirdək, mütaliə eləyək, Allah dostlarından oturaq, duraq, həm söhbət olaq. Valla biz bu gündən dəyərini, qiymətini bilməsək, sonra o qədər peşman olacaq ki. Quranda bir dənə ayə var, səhv eləmirəmsə, Quran-ı Kərimdə Nəba surəsinin 40-cı ayəsindədir, qeyd olunur ki, deyir, qiyamət günü o iki insan peşman olaraq, peşmançılıq çəkən bəndə bu sözlər deyəcək ki, kaş ki mən elə torpaq olaydım. Bu nədir? Bu əslində böyük bir təəssüf hissinin ifadəsidir. Nə qədər ki o sözü deməmişik, nə qədər ki zamanımız var, bax bu günlərdən, bu zaman və dəqiqələrdən, hətta bir andan belə layiqincə istifadə etməyi bacaraq inşallah. Allah fürsət versin, Allah ömür versin ki, bu ömrü, bu zamanımızı dəyərləndirə bilək.